Salam, xoş gördük hər birinizi. Mən BTV Xəbər Rəvanə. Bugünkü mövzumuz ailədə günlük həyatın sınaqları ilə bağlıdır. Gəlin görək, şəhər sakinləri bununla bağlı nə düşünür? Qasımov Şöhrət. Bugünkü günümüzdə ailələrin dağılması ilə bağlı əsaslı səbəbləri nə göstərə bilərsiniz? Ailələrin dağılmanın səbəbkarlarından biri də sosial şəbəkələr olar, mən deyərdim. Çünki elə uşaqlar belə, yeniyetmələr belə telefonda ancaq sosial şəbəkələrdədirlər. Elə böyüklər özü də çox vaxt keçirdirlər sosial şəbəkələrdə. Belə uşaqlara münasibətdə korlanır, mənim bildiyimə görə. Və ailəyə münasibət korlanır. Yəni soyuqlaşır hardasa. Nə bilim, ən çox sosial şəbəkələrdə vaxt keçirmək istəyirlər. Mən vallahi səbəblərdən birini bunu görürəm. Müşfiq Süleymanov, Bakı sakini. Bugünkü günümüzdə ailələrin dağılması ilə bağlı əsaslı olaraq səbəb nə göstərə bilərsiniz? Mən belə fikirləşirəm ki, bugünkü gün bir çox şeylər, yəni onun necə deyim, göstərişidir. Yəni tək qadından və kişidən asılı deyil. Bu ola bilər ki, sosial problemlər, ailədə narazıçılıqlar ən çox sosial problemlərdən əmələ gəlir. Mehman. Mehman bəy, bugünkü günümüzdə ailələrin dağılması ilə bağlı əsaslı olaraq səbəbi nəyə göstərə bilərsiniz? Ailələrin dağılması ondan əmələ gəlir ki, bircə ailəni saxlamaq çətindir. Bir də cavanlar var ailəsin boşuyur, cavanlar.